Heç axotum yoxdur da arıqlamağa. Diyeta gözümə durub. Amma həm səhət baxımından, həm də vizual olaraq özümü daha rahat hiss eləyərdim. Arıq olsaydım. Ona görə də aylıq menü tərtib eləməyə başlayıram. Hər gün biraz sağlam yeməklər hazırlayıb dondurucuya yığıram. Çünki arıqlamamağımın əsas səbəbi yemək pişirməkdir. Axotum olmur pişirməyə, nə gəldi yeyirəm. Mağaza yeməkləri yeməmək üçün, hər gün nəsə pişirməmək üçün, çünki axotum yoxdur pişirməyə. Əvvəlcədən bütün sağlam qidalanmamı hazırlayıb qoyuram dondurucuya. Mənə isə qalır sadəcə çıxarıb airfryerdə bişirib yemək restorandakı kimi. Bu minvalla da arıqlama yolunda ikinci addımımı atmış oluram. İlk addımım bacardığım qədər addım atmaqdır. Onun da öhdəsindən biqavoyla gəlirəm.